Karşılaştığım problemlərdən biri haqqında sizinlə danışacağım bugün. Hansı ki bu mistik təfəkkürdür. Mənim seanslarda qarşılaşdığım ən çətin insan tiplərindən biri mistik təfəkkürlü insandır. Mistik təfəkkür nə deməkdir? Bir insanın səbəb-nəticə əlaqəsini tam şəkildə beynində qura bilməməsi və başına gələn hadisələrdə başqalarını, həmçinin qeyri-adi varlıqları, fövqəl qüvvələri günahlandırması. Məsələn, Tanrı mənə cəza verib, başqa insanlar mənə quyu qazıb, başqa insanlar mənə cadu eləyib. Ay nə bilim, bu onun mənə gözü dəydi, onun mənə paxıllığı tutdu, bu səbəbdən dolayı mən ailə qura bilmirəm, mənim işlərim yolunda getmir. Əslində, bəlkə də bu videonu izləyən şəxslər arasında da var belə təfəkkürdə olan insanlar. Mən onları qınamıram. Sadəcə bugün reallıq haqqında və öz yanaşma tərzi haqqında məlumat verəcəm. Və biz seanslarda bu kimi şəxslərlə işləyəndə çox çətinlik çəkirik. Çünki onların fərqindəlik səviyyəsi səbəb-nəticə əlaqəsini qurmaqda çox zəif olur. Və bu bizdən uzun müddət tələb edir ki, həmin şəxsi reallığından üzləşdirək. Bundan əvvəl çəkdiyim videoların birində dini mövzuya toxunmuşdum və orada çox təəssüflər olsun ki, yenə də səbəb-nəticə əlaqəsini düzgün qurmayan insanlar olub və mənə rəy bildiriblər ki, sən dini tənqid edirsən, ay nə bilim, sən başa düşmürsən, Allah nədir, kimdir? Mənim orada məqsədim hansısa dini nöqteyi nəzərdən yanaşmaq deyil məsələyə ki, ay din pisdir, ora getməyin. Mənim özüm də müəyyən bir inancım var. Mən psixoloq olduğuma görə bunları açıq şəkildə deyə bilmərəm. Və mənim inanc tərəfindən öz sahəm arasında bir sərhəd var. Yəni sahəmlə inanclı olmamın heç bir əlaqəsi yoxdur. İnsanlara da bir fərq kimi yanaşıram. Onların inanclarına, milliyyətlərinə görə ayırmıram. Bu videoda da yenə də açıqlayıram. Mənim hansısa bir dini dünya görüşünə zidd fikirlərim olmayacaq. Sadəcə real bir vəziyyəti izah etməyə çalışırım və mistik təfəkkürdə olan insanların psixoloji problemlərini qeyd etmək istəyirəm. Yəni o kimi insanlarda əslində psixoloji problemi yaranma ehtimalı çox yüksək olur və onların aradan qaldırılmasında da bir çox çətinliklərlə qarşılaşırlar. Əvvəla gəlin görək mistik təfəkkür necə təzahür edir bizim həyatımızda. Baxın, bəzi insanlarda bu yüngül səviyyədə özünü göstərir, bəzi insanlarda isə daha ağır bir səviyyəyə gəlir. Məsələn, mən tənzimləyə bilmirəm. Məsələn, adi yoldan keçən qara pişiyi öz həyatından əlaqələndirir. Bugün mənim həyatımda nəsə bir şey yolunda getmədi. Ay düşünürəm ki, yoldan keçən bir qara pişik oldu. O mənim qarşıma çıxdı, ona görə belə oldu. Və yaxud da mənim qarşıma negativ enerjili bir insan çıxıb bu səbəbdən dolayı bu mənim başıma gəldi. Elə insanlarda da var ki, bu daha fərqli formada özünü göstərir. O insanlar ata-analarını qınayırlar, ətrafındakı insanları qınayırlar. Ay mənə cadu eləyiblər. Qohumlarım mənim xoşbəxt olmağımı istəmir. Ata-anam mənə yaxşı davranmır, ona görə bu vəziyyətdəyəm. Mənə xoş söz desələr idi, bu belə baş verməzdi. Bu kimi fikirlərlə çıxış edirlər. Bəzi insanlar da var ki, daha fövqəl qüvvələrə inanmaq deməyim, yəni onların bizim həyatımızı idarə etdiyini düşünürlər və həyatında heç bir iradə, məsuliyyət sahibi olduqlarını düşünmürlər. Məsələn, həyatında hansısa bir şey yolunda getməyəndə yenə də mənə qara qüvvələr tərəfindən cadu edilib, mənə Allah qarğış edib, nə bilim, indi öz dünya görüş baxımından mən dinimdə nəyəsə xətaya yol verdim, ondan dolayı belə cəzalandırılıram. Bu kimi təfəkkürlə çıxış edirlər. Və belə insanlar da adətən manipulyasiyaya açıq olurlar. Xəstələndikləri zaman da əksər hallarda görmüşəm ki, həkimə yox da, elə mən onu bir seansa sağaldaram, üstünə nəsə üfləyərəm, həmin xüsusiyyət aradan qalxar. Adi bu çıldaq məsələsidir. Mən sadəcə burada inancımı sizə bildirmək istəyirəm. Yəni onun mənə görə heç bir elmi əsası olmadığına görə heç bir faydası da yoxdur. Sadəcə orada müəyyən rituallar olur və uşaq daha da qorxudular. İnsanlar real elmi sübutlar əsasında olan bir şeylərə yox da daha mistik bir şeylərə inanırlar. Əslində bunun bir çox səbəbləri var. İnsanlar birinci mənada reallıqla üzləşmək istəmirlər. Ailə daxili problem yaşayırlar. Ailədə münasibətlər gərginləşir. Ər-arvad arasında ünsiyyət problemi olur. Bununla üzləşib həll eləmək əvəzinə bunu hansısa bir insanın mənə cadu edib bu səbəblə əlaqələndirmək onlar üçün daha rahat olur. Yəni kim istəyər ki, özündə olan problemi görsün, onu aradan qaldırsın. Hamı istəyir ki, hə, bu baş veribsə bunu kimsə edib bizim üçün. Cadu edilib, mən dindar deyirlər də, səhv eləmirəmsə, falçıya müraciət edeyim, dindara müraciət edeyim. O bizim məsələnin öhdəsindən gələcək. Ödəyirlər ona 1000 manat, 2000 manat bir kağız parçası yazır, heç özünün də başa çıxmadığı hərflərlə və təqdim edir. Bundan sonra həmin ailə üzvləri inanır ki, bu cadu onlara təsir göstərəcək. Bir müddətdən sonra həqiqətən də inandıqları üçün biraz münasibət düzəlir, sonra yenə başlayır. Və yaxud da evlilik məsələsində
şəxsən yəni gözümlə gördüyüm bir şeyləri danışacağam. Olub ki, mən özüm də o prosesin içərisində iştirak eləmişəm. Özümü belə deyim, dəli kimi aparmışam ki, onlar hiss eləməsin. Mən burada tədqiqatçı kimi gəlmişəm. Güya inanan bir insan kimi həmin şəxslərlə də ünsiyyətim olub. Onu da deyim ki, çox güclü manipulyasiya bacarığı olur əksəriyyətində. Müəyyən rituallar tətbiq edir insanları inandırmaq üçün. Həmin rituallar da kənardan çox qeyri-adi görünür. Ritualları tətbiq etməyin əsas səbəbi də o qarşıdakı insanı inandırmaqdır. Yəni aldığı pulun qarşılığında mən burada nəsə edirəm. Bu fikir bildirməyə çalışır. Bu ritualı etdikdən sonra verir həmin o ritual etdiyi kağızı, vərəqi, hər nəsə belə düyün formasında və söz verir ki, sən 1 ay içərisində, 5 ay içərisində evlənəcəksən. Orada konkret zaman da yox da. Zamanı da özlərindən belə uydurmaya çalışırlar. Yəni o insan potensialına baxırlar biraz, evlilik fikrinə baxırlar. Kənarda qız var yoxsa yox, buna diqqət yetirirlər əgər oğlansa ki, bununla evlənə bilər. Nəsə bir ehtimal edib bildirirlər. Bəzən tutur, bəzən isə tutmur. Bundan sonra şəxslər həqiqətən bəlkə də ailə qura bilir, yəni elə bir vəziyyət yaranır. Amma 100% əminliklə deyə bilərəm ki, bu cadugarın sizə təsiri deyil. Sadəcə özünüz ona inandığınıza görə. Sizə bir şey gördüm, ona gülürdüm. Cadugarın sizə təsirindən dolayı deyil. Özünüzün ona inandığınızdan dolayıdır. Bu şəkildə rituallara inanan bir insan öz həyatının memarı ola bilməz, öz həyatının qurucusu ola bilməz. İnsanın aciz bir varlıq olduğunun bir sübutu da budur. O qədər özümüzə aciz hiss edirik ki, bəzən problemlərdə çıxış yol axtara bilməyəndə qaçırıq cadugarların üstünə, nə bilim, falçıların bizə ümid verən və belə demək mümkünsə qeyri-adi sözlər verən insanların fikirlərinə inanmağa. Eləcə də burada psixoloqlar var. Gəl səni 2 seansa sağaldacağam. Mən bir təlim təşkil edəcəm ki, o təlimdə heç kimin görmədiyi texnikaları sənə göstərəcəm. Ay bir texnika ilə sənin həyatın dəyişəcək. Bu təlim sənin həyatını dəyişəcək. Elə bir şey yoxdur, mümkün deyil. Yəni siz nə qədər də özünüz oxusanız, araşdırsanız, bunun mümkün olmadığını fərqinə varacaqsınız. Sadəcə kütlənin əksəriyyəti, yəni insanların əksəriyyəti bir kütlə formasında pis də çıxsa deyəcəm, yəni cahil də araşdırmır deyə o kütləni ələ almaq bir o qədər rahat olur. Belə bir kütlə də var, nə bilim, o tarot kartları deyirlər, nə deyirlər. Tam o sahəni o qədər də belə dərindən bilmirəm, amma o insanların psixologiyasını bilirəm. Hansı üsullardan istifadə edirlər insanlar, zəif nöqtələrini necə təyin edə bilirlər. Heç düşünmüsünüz ki, onlar niyə sizin yaşınızı soruşurlar, nəyə görə adınızı soruşurlar, probleminizi öyrənirlər. Çünki mən özüm də psixoloqam, siz istədiyiniz bir zamanda yazıb mənə desəniz, öz həyatınıza bağlı ki, mənim tutaq 22 yaşım var, münasibət problemi yaşamışam. O oğlan mənə geri qayıdacaqmı, nə bilim, o xanımla mən ailə quracaqmı kimi suallar verə bilərsiniz. Mən orada sizin yaş xüsusiyyətlərinizi, əsas ehtiyaclarınızı bildiyimə görə orada hansı problemlərlə üzləşmisiniz, bunun ehtimalını bilirəm, hansı problemlər ola bilər. Və bunu deyəndə sizə artıq inandırıcı gələcək ki, ayda bu hər şeyi bilir də, yəni bundan yoxdur. Elə bir təəssürat yaradır, elə bir wow effekti verir. Və falçıların da əksəriyyəti bunu bildiyinə görə insanları ələ almağı bacarırlar, sizin yaşınızı öyrənirlər. Mən şəxsən birinlə başqa bir adla, başqa bir yaşda heç olmayan bir insanı təqdim eləmişdim ona. Atam budur, anam budur, yaşım budur, belə bir problem yaşamışam. O yalandan kart açıb məni o qədər inandırmağa çalışırdı ki, mən artıq yəni təyin elədim ki, bu insan nədir, bu insan necə insanları manipulyasiya edir. Siz də əgər hansısa bir problemlə üzləşmisinizsə, orada həssassınız deməkdir. Həssas olan bir insanın da elə mistik qüvvələrə inanması ehtimalı yüksək olur. Mistizmə yönəlir və orada ümid axtarmağa başlayır. Yenə də deyirəm, bunu dini inancla qarışdırmayın. Yəni, dini inanclarda ola bilər insanın Allaha güvənməsi, ona etiqad etməsi. Bunların mənim dediyimlə əlaqəsi yoxdur. Mənim dediyim sizin o elmdən kənar, qeyri-real və həqiqətən dərində özünü aciz hiss edən və özünü təsdiq etmək üçün bu yolu özünə təyin edən o falçıların etdiyi yanaşma tərzidir ki, sizin onlara baxış bucağınız dəyişsin. Özünüzü aciz, zəif hiss elədiyiniz an falçılara yönəlməyin. Problemə daha real baxmağa çalışın. Nə üçün elə olmusunuz? Hansı səbəbdən yarandı? Özünüz üçün nə edə bilərsiniz? Həmin hisslərin keçici olmadığını başa düşməyə çalışın. Daha doğrusu keçici olduğunu, yəni o anda insan elə bilir ki, o hisslərin içərisində qalacaq. İstədiyi bir şey baş verməyəndə bir ümid yeri axtarır, amma o anda durub insan belə deyim,
həyatda qala bilməyi özünə təlqin etsə, problemin keçici olduğunu başa düşsə, onda falçılara yönəlmə riski az olur. Ailə qura bilmirsinizsə, ailə daxili problemlər yaşayırsınızsa, mən 100% əmin edirəm ki, burada heç bir kənar müdaxilə olmuyor. Talih qismət məsələsi deyil. Yəni, dəfələrlə mən üzləşdiyim mövzulardan biridir. Gözümlə gördüyüm hadisələrdən biridir ki, insanlar arasında adətən ünsiyyət problemi olur, hansısa anlaşılmazlıq olur. Yaranan xırda şübhələr sonra böyüyərək böyük problemlərə çevrilir. Bunların falçı ilə, cadu ilə heç bir əlaqəsi yoxdur. Ondansa öz aranızdakı problemləri, münaqişələrin hansı səbəbdən yarandığını müşahidə etməyə çalışın. Yəni, nə üçün bizim münasibətimiz əvvəldə yaxşı idi, ondan sonra bu vəziyyətə gəldi? Bunu araşdıranda insan fərqinə varır ki, həqiqətən də kənar təsirlərdən daha çox öz daxili problemlərimizin bir yansımasıdır. Problemdə rast gəldiyimiz, münasibətdə rast gəldiyimiz problemlər. Videomu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Siz də əgər falçılara müraciət edən birisinizsə, yaxşı falçı tapanda məni də yönləndirin. Mən də getmək istəyirəm bu arada. Görüm işlərimdə bəzən problem yaşayıram. Onun həlli nədir? Kimsə mənə də cadu edib.